saniyeler gerideydi. Yerine ötürme. Neriman. Leandro. Kadir oynuyor. Tural. Kadir. Kadir. Özür elemeye çalıştı. Kadir topu kazandı. Ötürme edildi. Zerbe alınma. Kadir ve gol. Gol 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 gol. Karışık vaziyette Qarabağ komandası hesabı açabilir. 1-0. Son zərbəni Kadir vurmasa da, ama bu golun vurulmağında Kadir'in emeği danılmazdı. Top son anda Yasin Benzi'ye ederek kapıya daxil oldu. 1-0. Qarabağ öndədir, ümumi hesab beraberdi. Bir daha baxaq. Kadir burada ilerlemeye çalıştı ve Ürfan, yok Ürfan da değildi orada. Ürfan ve Vadim ikisi orada onunla mübarizə aparırdı. Vadim bir anlıq orada sanki dondu qaldı, topu uzaqlaşdıra bilmədi. Bax burada, bax bu məqamda. Sonra top Jatoba'ya değdi deyəsən. Benziyanın zərbəsi də tam alınmadı, istədiyi kimi alınmadı, yaxşı alınmadı. Və Benziyanın zərbəsindən sonra top Carlos Jatoba'ya dəyərək qapıya daxil oldu. Qarabağın 1-0 hesablı üstünlüğü var bu görüşdə. Давай, 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 давай. Olta. Eşeksin. Əla hücum Qarabağdan. Neriman Tərgəli. Neriman Axundzadə. Hesabı 2-0 edir. Çox gözəl hücum izlədik Qarabağdan. Fərqi daha da böyüdə bilər. Küçük modu. Oh my god. Bye bye. İşarəni gözləyirik. Buramızdan da baxırıq. Tural Bayramov yaxınlaşır. Tural Bayramov ve 3-0. Ve Qarabağın